Salam izləyicilər. Bu videoda 9 may tarixində keçirilən hədəf sınağının izahını verəcəm. Birinci ixtisas qrupuna aid 30 sualın izahı olacaq. Sabah 10 may həm OTK, həm də DIM sınağı var. Sınağa gedənlərin hər birinə uğurlar arzu edirəm. Dünən DIM-in 2 sınağının, ya 2024-2025-ci ildə olan sınaqların izahını, həmçinin 2023-dən də hardasa 10-12 sualın izahını vermişəm. O videonu da açıqlamada yerləşdirəcəm. İzləməmisinizsə mütləq izləyin. Sonra mövzu təkrarlarında problem yaşayırsınızsa, birinci və ikinci hissənin ümumiləşmə videolarını izləyin. Hər birinizə sınaqda uğurlar arzu edirəm. Başlayaq. Şəkildəki sxemdə K açarını qapatsaq, C3 kondensatorunun yükü və gərginliyi necə dəyişər? Burada açarı qapatsaq dediyinə görə öncə açarın açıq vəziyyətinə baxıram. Açarın açıq vəziyyətində cəryanın keçə bildiyi hissələr sadəcə bu ikisidir. İkisinin də gərginliyi bərabərdir. Yəni U1 bərabərdir U3, o da bərabərdir U bölünsün 2-dir. Ümumi U bölünsün 2. İndi açarı qapayandan sonra isə artıq cərəyan buradan da keçməyə başlayacaq. Və buranın tutumuna baxıram. Buranın tutumu 2C-dir, buranın tutumu C-dir. Və ardıcıl birləşmədə bilirəm ki, tutum gərginlik tutumundan tərs asılıdır. Yəni, məsələn, ümumi U var burada. Məsələn, bura desəm U3, bura olacaq 2U3. Onda yazıram U3 üstəgəl 2U3 bərabərdir U. Buradan U3 bərabərdir U bölünsün, deməli 3-ə. Baxın, başlanğıcda üçüncünün gərginliyi U bölü 2 idi. İndi isə U bölünsün 3 olur. Çünki U bölü 3 buradadır, U bölü 3 buradadır. İkisini toplayanda olacaq U bölü 2 və U bölü 2 ilə də digərin. Yəni U bölü 2-ni toplayıram. Cavab olacaq. Deməli, ikisinin cəmi bizə verəcək. U-nu verəcək. Yenə bir şey deyim. Deməli, açarı qapayandan sonra C1 ilə C3, daha doğrusu C2 ilə C3 bir-birinə paraleldir. Ora olur 2C. 2C, 1C də buradadır. Ona görə də U3-ün gərginliyinə U desəm, buranın da gərginliyi U3, burada U olacaq və ikisi bir yerdə, yəni U3 bərabərdir U2. Buranın tutumu az olduğuna görə gərginliyi daha çoxdur. Buna görə də U3 üstəgəl 2U3, yəni U1 bərabərdir U-dur. Buradan alıram ki, 3U3 bərabərdir U-ya, U3 bərabərdir U bölünsün 3-ə. U bölünsün 3 buradır, bu birisi də deməli 3-də 2 U-dur. Ona görə deməli C3 kondensatorun gərginliyi azaldı. U böl 2-dən gəldi U böl 3-ə. Dəyişməz, dəyişməz, dəyişməz. Burada azalar, azalar variantlarında qaldıq. İndi yükünə baxırıq. Öncə başlanğıcda Q3-ə baxsam, Q3 bərabərdir. Başlanğıcda deməli C vurulsun U böl 2 idi. İndi isə C vurulsun U böl 3-dür. Yəni yükü də azalacaq. Hər ikisi azalar. Çünki əvvəlcə hamısı orada toplanırdı, sonra o birisini qoşandan sonra, yanına paralel başqasını qoşandan sonra ikisi arasında paylandı. Ona görə həm yük, həm də gərginlik azaldı. 32. Açar açıq olduqda voltmetrin göstərişi 6 volt göstərir. Mənbəyin faydalı şəmsiyyəti 70% olarsa, açar qapalı olduqda voltmetrin göstərişi nə qədərdir? Açar açıq olduqda EHG-ni, qapalı olduqda isə gərginliyi ölçür. Buradan U bölək epsilon bərabərdir 0,7, yəni 70%. U-nu tapanda U bərabərdir epsilon vuraq 0,7-yə. Yəni 6 vur 0,7, cavab 4,2-dir. 33. Verilmiş atomun iyonlaşma enerjisinin onun zərbə ilə iyonlaşdıran elektronların hərəkət sürətindən asılı qrafik hansıdır? Asılı deyil. İyonlaşma enerjisi yalnız maddənin növündən asılıdır. 34. Şəkildə müqaməti 80 ohm olan naqildən axan cərəyan şiddətinin zamanla asılı qrafiki verilmişdir. Rəqs periodunun yarısına bərabər müddətdə nə qədər istədiyi miqdara ayrılar? Öncə perioda baxsaq, period 0,8-dir. Bunun yarısı, yəni t bərabərdir, t bölü 2-dir. O da verir 0,4-ə. Və ayrılan istədiyi miqdarını düsturun yazanda İmax-ı verdiyinə görə yazırıq Qmax bərabər, Q bərabərdir. İmax-ın kvadratı RT bölünsün 2. Burada. Deməli, %4'ü 100'ə vuranda 4, 4'ü 2'ye vuranda 2, 2'ni də 80'ə vuranda cavab olur 160 joule.
35. Müstəvi güclü yerə nəzərən sabit V sürəti ilə hərəkət etdirilir. Cismin xəyalının yerə nəzərən sürəti yenə elə eyni olacaq. Çünki güclü hərəkət etdirəndə xəyalı da bu cisim yerində dursa belə buradakı xəyalı da yaxınlaşacaq buna və xəyalın da sürəti olacaq 5 metr böl saniyə. 36. Hansı qrafik metal səthindən qoparılan fotoelektronların sayının düşən işığın intensivinə asılı qrafikin düzgün əks etdirir? Deməli, fotoelektronların sayı düşən işığın intensivliyi ilə düz mütənasibdir. Düşən işığın intensivliyi artanda fotoelektronların sayı da artır. Bu əslində fotoeffektin qanunlarından biridir. Çünki qopan elektronların sayı cərəyan şiddətini artırır və bunlar deməli düşən işığın intensivliyi ilə düz mütənasibdir. 37. Ağ işıq şüası şüşə prizmadan keçərkən alınan müxtəlif rəngli şüaların uyğun sürətlər arasında hansı münasibət doğrudur? Deməli, burada ən çox sınan birincidir. Yəni, sındırma əmsalını müqayisə eləsək, N1 böyükdür N2-dən, böyükdür N3-dən. Sürət də tapanda V bərabərdir C bölü N-dir. Yəni, sındırma əmsalından tərs asılıdır. Ona görə sürəti böyük olan 3-dür. 3 böyükdür 2-dən, o da böyükdür 1-dən. 38. Transformasiya əmsalı 0,2 olan transformatorun girişində gərginlik 200 volt olarsa, çıxışında gərginlik nə qədərdir? Transformasiya əmsalı K bərabərdir U1 bölünsün U2, bu bərabərdir 0,2-dir. Deməli, bu yüksəlci transformatordur. Buradan da U2-ni tapanda U2 bərabərdir U1 bölünsün 0,2. 200-ü 0,2-yə böldüm, cavab olur 1000. 39. Şəkildə detektorlu qəbul edicinin sxemi göstərmişdir. Aşağıdakı ifadələrdən hansılar doğrudur? Bir vasitəsilə qəbul edici stansiyaya köklənir. Yanlışdır. Bir siqnalları qəbul edir antenadır. Kökləmə prosesi 5-də aparılır, yəni rəqs konturunda. İki vasitəsilə modullaşmamış dalğaları detektə olunur. Doğrudur, detektə ediləndi. Modullaşmış dalğalar, yəni detektordur 2 onsuz da. 3 vasitəsilə pulsasiya cərəyanı hamarlanır. Bu da doğrudur. 4 vasitəsilə elektromagnet dalğaları qəbulu həyata keçirilir. 4 qəbul eləmir. 4 burada deməli elektromagnet dalğasını səsə çevirir. Elektromagnet dalğasını səsə çevirən 4-dür. 5 kökləmə prosesini aparır. Doğru cavab 2 və 3-dür. 40-cı sual. Elektromagnet dalğasında elektrik və maqnit sahəsinin şəkildəki kimi yönəlmişdir. Dalğanın yayılma istiqamətini müəyyən edin. Deməli, dalğanın yayılma istiqaməti sağ yevli burğu qaydası ilə tapılır. Necə? Sağ əlin elə bil 4 barmağını E-dən B-yə doğru fırladanda, E-dən B-yə doğru fırladanda baş barmaq göstərir dalğanın istiqamətini. Və burada da saat əqrəbinin əksinə fırladanda baş barmaq olur şəkildən bizə doğru. 41. İnduksiyası 25 milli Tesla bir cins maqnit hissəsinə 20 sm uzunluqlu cərəyan naqil şəkildə göstərildiyi qaydada yerləşmişdir. Naqildən axan cərəyan şiddəti 4 amper olarsa qüvvəni hesablayın. Deməli, amper qüvvəsinin düsturunu yazanda F amper bərabərdir I, B, L, sinüs alfa. Burada paralel olduğuna görə, yəni I paraleldir B olduğuna görə F amper 0-a bərabərdir. Sinüs 0 qiyməti verdiyinə görə. 42. Voltamper xarakteristikasına əsasən mühitin yük daşıyıcılarını müəyyən edin. Deməli, burada voltamper xarakteristikası qazlar üçündür və qazlarda yük daşıyıcısı müsbət mənfi ionlar və elektronlardır. Hərəkət tənliyi 5 üstəgəl 2t üstəgəl t kvadratı olan maddi nöqtə 10 saniyədə neçə metr yol gedər? Deməli, buradan öncə v-ni tapsaq, v bərabərdir x ştirik, törəməsi alanda bizə verir 2 üstəgəl 2t. Və s-i tapanda s bərabərdir v0t üstəgəl at kvadratı bölünsün 2. Kəmiyyətləri yerinə qoysam, v0-ın yerinə 2, 2 vurulsun 10, üstəgəl a-nın yerinə 2, 2 vuraq t kvadratı, yəni 100 bölünsün 2. 20, 20-nin üstə 100 gələndə cavab olur 120. 44. Kütləsi 2 kiloqram olan cisim şəkildəki kimi bucaq altında 20 newton qüvvə təsir etdikdə onun kinetik enerjisi 80 joule artmışdır. Sürtünmə yoxdur. Bu cismin getdiyi yolu tapın. Deməli, öncə burada bucaq altda qüvvədir və bu qüvvəni iki toplanana ayırıram. Toplananlardan biri Fy üzərindən dartan, digəri isə dartı qüvvəsidir Fx-dir. Fx nəyə bərabərdir? F
kosinüs alfaya. Yani 60, daha doğrusu 60 derecede bu 2'de 1'dir. Bunu istifadə edəcək. 20 vurulsun 0,5 cavab oldu 10. Ve kinetik enerji teoremi yazanda delta Y kinetik bərabərdir A, o da bərabərdir F vurulsun S. Bu ifadeden S'i tapanda S bərabərdir A bölünsün F. X 80 bölünsün. Fx'deki 10 cevap 8'dir. Kinetik enerji teoremi istifadə etdik. Yəni işi kinetik enerjinin dəyişməsinə bərabərləşdirdik. Elə kinetik enerji 80 dəyişibsə, deməli 80 joule iş görülüb. İşi də bölürəm qüvvəyə, beləcə tapıram, amma qüvvənin özünə yox, x toplananına. 45. Uzanmayan ipdən asılmış maddi nöqtə tarazlıq halından keçdikdən sonra necə hərəkət eləyər? Yəni bir rəqqas düşünək, bu riyazi rəqqasdır, uzanmayan sapdan asılmış. Bu gəlib tarazlıqdan keçir. Tarazlıqdan keçəndən sonra bu hissədə artan təcillə yavaşlayan. 46. Kapillər boruda mayenin qalxma hündürlüyünün borunun radiusundan asılı qrafiki hansıdır? Deməli, H bərabərdir 2 sigma bölünsün rho j r'dir. Yəni radiusla tərs mütənasibdir. 47. Watt vurulsun saniyə kvadratı bölünsün Newton hansı fiziki əməkdən vahidinə uyğundur? Ümid edirəm düz görürəm. Aşağıdakı tam görünmür. Newton kimi göründü mənə. Burada kəmiyyətlərdən deməli wattın yerinə yazıram joule bölünsün saniyə. İş bölək zaman. Vurulsun saniyə kvadratı aşağıda Newton. Joule vur saniyə bölünsün Newton. Burada da joule'un yerine Newton vuraq metr. Burada. Deməli Newtonlar getdi. Metr vurulsun saniyə. Burada deməli joule'un yerine yazdım Newton vuraq metr. Newton'u ixtisar apardım. Tam görə bilmirəm hansı kəmiyyətdə, ona görə yerinə Newton dedim. Deməli joule vur saniyə bölünsün Newton. Bu da Newton, joule'un yerine Newton vuraq metr yazdıq. Newtonlar ixtisar getdi, qaldı metr vur saniyə. Kütlənin vahidi deyil, işin vahidi deyil, yer dəyişmənin vahid deyil, sürət də metr bölünsün saniyədir. Sürətin vahidi deyil, kütlənin vahidi deyil. Burada sual tam görmürəm, dairəliyirəm. İmtahana gedənlər yazarlar ki, bu məxrəcdəki hansı vahid idi. 48. Maddi nöqtə R radiusu çevrə üzrə bərabərsizlikləri edir. Periodun 4/3-də yer dəyişmənin modulunu hesablayın. Deməli 4/3 periodda yer dəyişməni tapsaq, bu R kökdə 2-yə bərabərdir. 4/3-də və 4/1-də bu qiyməti tapır. Bu qiyməti verir. 49. Kütlələri M və 2M olan iki maddi nöqtə radiusları R və 2R olan çevrə üzrə modulca eyni sürətlə hərəkət edirlər. Maddi nöqtələr təsirini əvəzləyici qüvvəni müqayisə edin. F1'ə baxsaq, F1 bərabərdir M1 vurulsun A1, yəni M vurulsun V kvadratı bölünsün R. F2 bərabərdir 2M vurulsun V kvadratı bölünsün 2R. İşləri ixtisar aparanda eyni şey qalır. Yəni qüvvələr bərabərdir. 50. Qapalı konturu kəsən maqnit selin 2 dəfə artırdıqda konturun müqaməti necə dəyişər? Dəyişməz. Ümumiyyətcə konturun müqamətinin düsturu R bərabərdir rho L bölünsün S-dir. Yəni konturun ölçüləri dəyişmirsə, oradan keçən maqnit selini artırsaq da, azaltsaq da, cərəyan şiddətini artırıb azaltsaq da müqamət dəyişməz. 51. Mayelərdə Paskal qanunun doğruluğunu hansı cihazla yoxlamaq olar? Deməli, psixrometrlə yoxlama olmaz. Psixrometr rütubəti ölçür. Higrometr rütubəti ölçür. Aerometr sıxlığı ölçür. Barometr aneroid atmosfer təzyiqin. Burada cavab mayeli manometrdir. Paskal qanunu nədir? Maye və qazda hər yerdə təzyiq bərabər paylanır. Və bunu mayeli manometrlə dəqiq ölçmək olar.
52. Şualanmanın tezliyini 2 dəfə azalarsa fotonun impulsu necə dəyişər? Fotonun impulsu düsturunu yazsaq P bərabərdir. Y bölünsün S'dir. O da bərabərdir. H-ını bölünsün S'dir. Ya da H bölü lambda. Yəni fotonun impulsu tezlikdən düz asılıdır. Tezlik 2 dəfə azalanda fotonun impulsu da 2 dəfə azalar. 53. 4 saniyə müddətində dalğa uzunluğu 0,55 mikrometr olan 10 üstü 20 ədəd foton şüalandıran lampanın gücünü hesablayın. Lampanın gücünü tapanda buradan P bərabərdir. N H nü bölünsün T ya da N H S bölünsün lambda vur T. N'in yerinə 10 üstü 20. H'ın yerinə sonra S'nin yerinə 3 vur 10 üstü 8. Aşağıda mikro vurulsun zaman da yerinə 4. Deməli birincisi 0,55'i 4'e vuranda bu verir 2,2. 6 onda 6'nı 2 onda 2'ye bölende burada verdi 3. 3 dəfə 3'üm 9. 9 vuraq 10 üstü. Deməli 20 ilə 8 topladım 28. Üstə də 6 gələndə verdi 34. 10 üstlər də getdi. Elə cavab olur 9. 9 watt. Bir sənə diqqətli baxım. 10 üstlərdə bir səhvlik eləməyim. Birincisi 10 üstü 20. Üstə 8 gəldim 28. 6 da buradan gəldi. Mikrometr idi. 10 üstü mənfi 6. Yuxarı çıxdı. Müsbət 6 oldu. 28'in üstü də 6 gələndə verdi 34. 34'lər gedir və 3'ü də 3'ə vuranda cavab olur 9 watt. 54. Uzunluğu 4, ən kəsin sayısı 1 millimetr, məfili 2 millimetr uzatmaq üçün tətbiq olunan qüvvəni hesablayın. Buradakı qüvvəyə baxanda F bərabərdir. K delta L'dir. Bu da bərabərdir. K'nın öz düsturunu yazsaq. SC bölü L 0 vurulsun delta L. Sahəsi 1 kvadrat metrdir, millimetrdir. Bunu yazıram 10 üstü mənfi 6 vurulsun. Eni 10 üstü 11, L0 4, delta L də 2 vuran 10 üstü mənfi 3. Buradan deməli 10 üstü mənfi 6, 10 üstü mənfi 3 verdi, 10 üstü mənfi 9. Aşağıda, yuxarıda qaldı 10 üstü 2. 200, 200 də 4'ə böləndə 50 newton. 55. Uran 9237 nüvəsi beta mənfi çelmə zamanı alınan nüvənin kütlələrini hesablayın. Beta mənfidə kütlədə dəyişməyinə görə cavab elə 237-dir. Yük ədədi 1 bayt artır. Yəni 92'də duran 93'ə çevrilir, amma yuxarısı dəyişmir. 56. Suyun qabların dibinə göstərdiyi təzyiq qüvvələri və təzyiqlər arasında münasibət doğrudur. Suyun qabın dibinə göstərdiyi təzyiqin düsturu P bərabərdir. Rho C H-dir. Hündürlüklər eyni olduğuna görə P1 bərabərdir P2'yə. Təzyiq qüvvəsinə baxanda F təzyiq bərabərdir. Rho J H S-dir. Oturacağın sayısı böyük olan təzyiq qüvvəsi də böyükdür. Çünki təzyiq qüvvəsi sahədən düz asılıdır. 2S olan birincinin təzyiq qüvvəsi ikincidən 2 dəfə çoxdur. Cavab 1 və 5'dir. Amma maye sütunların hündürlüyü eyni olduğuna görə hidrostatik təzyiqlər eynidir. 57. Cihazlar və iş prinsipləri arasında uyğunluğu müəyyən edin. Elektron şüa borusu. Elektron şüa borusu deməli termoelektron emissiya hadisəsinə əsaslanır. Burada gedir A. Elektron selin işıq siqnalına çevirir. Yarımkeçirici diod. Yarımkeçirici diod iş prinsipi P-in keçididir. Bir tərəfli P-in keçidi. Termorezistor yarımkeçiricinin müqavimətinin temperaturdan asılıdır. 58. Kütləsi 12 kiloqram, həcmi 9,8 olan ideal qazın molekulyar irəliləmə hərəkətinin orta kvadrat sürəti 700 olarsa, qazın təzyiqini hesablayın. Orta kvadrat sürətin düsturlarından biri bu V bərabərdir 3 PV bölünsün M-dir. Yəni V kvadratı bərabərdir 3 PV bölünsün M-ə və buradan P-ni tapsaq, kilometrləri yerinə qoyaq. Kütlə 12 kiloqram, V 700'dür. Bunu yazıram 49 vuraq 10 üstü 4. Yəni 7 vuraq 10 üstü 2'dir. Kvadratını yazdım. 3 vurulsun. V'nin de yerine 9,8. Deməli bu 49 9,8 burada qalır böləndə 5.
12'ni də 3'ə böləndə 4. Cavab olur 5 də 4'üm 20. 20 vuraq 10 üstü 4. Yəni 200 kilo Pascal. Sırf orta kvadratlı sürətin düsturundan istifadə edib, buradan v-ni tapanda v kvadrat bərabərdir. Kök altda. Deməli, v kvadratı bərabərdir. 3v pv böləyimdir. Buradan da p-ni tapanda mv kvadratı bölünsün 3p'dir. 3v'dir daha doğrusu. M'in yerinə 12, v kvadratının yerinə 700'ün kvadratı 49, 4 dənə 0. Bunu yazdım. 49 vuraq 10 üstü 4. Aşağıda da 3v. 59. İdeal istilik mühərriki qızdırıcıdan aldığı istilik miqdarı 8, gördüyü iş 4 olmuşdu. Mühərrikin faydalı şəmsalını hesablayın. Deməli, eta bərabərdir. A faydalı bölünsün A tam vurulsun 100%, ya da A ştirik bölünsün Q1 vurulsun 100. Qızdırıcıdan aldığı 8, gördüyü iş 4'dürsə vurulsun 100, cavab 50%. 60. Periyodu sıfırdan %1 millimetr olan, mində 1 millimetr olan difraks qəfəsinin üzərinə dalğa uzunluğu bu qədər olan işıq şüşəsi düşür. Alınan spektrin maksimum ən böyük tərtibini hesablayın. Normalda difraksiya qəfəsinin düsturu çox önəmli düsturlardan biridir və düstur D sinüs fi bərabərdir K lambdadır. K'nın maksimum olmaq üçün sinüs fi'nin 1 olmağı lazımdır. Deməli, K max bərabərdir D bölünsün lambdaya. D'nin yerinə 0,1 millimetr, daha doğrusu mində 1 millimetr. Bunu yazıram 10 üstü mənfi 6 metr. Bölünsün 0,5 vuraq 10 üstü mənfi 6. 1'i 0,5'e böləndə cavab olur 2. Beləcə hədəf kurslarının 9 may tarixində keçirdiyi sınaq imtahanının izahını yekunlaşdırdım. Hər birinizə uğurlar arz edirəm sabahki imtahanda. Sağ olun, növbəti videolarda görüşənə qədər.